Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli cemaat, hörmətli qardaşlar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkət olsun. Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə ədəb və əxlaq mövzusunda Allah Nəbisi sallallahu aleyhi və səlləmin 100 hədis kitabından oxumağa davam edirik. Bugünkü mövzumuz çox əzəmətli bir ibadət haqqındadır. Bugün oxuyacağımız hədis insanın, aləmlərin Rəbbi olan Allah qarşısında hər daim, hər bir yerdə, hər bir saatda yerinə yetirməsi tələb olunan, vacib olunan, onu aləmlərin Rəbbi olan uca Allaha ən çox yaxınlaşdıran, dünya və axirətdəki xeyirlərə, tələblərə, istəklərə onu ən çox çatdıran əməl haqqındadır. Bu əməl, bu ibadət Allah Taala'ya dua edib ondan istəməkdir. Oxuyacağımız hədis başda İmam Tirmizi rahiməhullah olmaq üzərə İmam Nəsai, İmam İbn Məcə və başqa alimlərin hədis kitablarında Əbu Umamə Əl-Bəhilidən rəvayət olunan hədistir. Günlərin bir günü Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmdən soruşurlar. Ya Resulallah, eyyü duai əsmə'u. Ey Allahın elçisi, hansı dua daha tez qəbul olunur? Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmdən bir nəfər kişi gəlib soruşur. Ey Allahın elçisi, hansı dua daha tez qəbul olunur? Allah Nəbisi sallallahu aleyhi və səlləm ona iki vaxtı tövsiyə edir. Buyurur ki, قال جوف الليل الآخر ودبر الصلاة المكتوبة. Gecənin axır 1/3 və fərz namazların sonu. Bu iki yerdə oxunan dualar daha tez qəbul olunur. Gecənin axır 1/3 və fərz namazların sonunda edilən dua. Dua ibadətin özüdür. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur, Əd-dua'u huvəl-ibadə. Dua etmək elə özü ibadətdir. Uca Allah bu haqda buyurur, Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi, mənə dua edin, mən də sizin duanızı qəbul edim. İnnəl-ləzīnə yəstəkbirunə an ibadəti səyədxulunə cəhənnəmə daxirin. Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar, təkəbbürlük göstərənlər cəhənnəmə zəll olaraq daxil olacaqdırlar. Burada Allah Taala duanı ibadət adlandırır. Dua insanları Allah yanında hörmətli edir, dəyərli edir. Uca Allah buyurur, Qul mə ya'bə'u bikum Rabbi ləulə duaukum. Əgər duanız olmasaydı, istəməyiniz olmasaydı, Allah yanında, Rəbbiniz yanında nə dəyər qiymətiniz olardı ki? Bu ayədə Allah Teala bizlərə onu göstərir ki, Allaha dua edib, Allahdan istəmək bizi Allah yanında dəyərli qiymətli edir.
Beləcə insan dua etməklə Rəbbi olan Allaha daha çox yaxınlaşmış olur. İnsanlardan, onların əllərində olan nemətlərdən, xeyirlərdən üz çevirir, yönəlir aləmlərin Rəbbi olan Allaha. İstədiyini ondan istəyir. Ehtiyacını Allahdan qarşılanmağın istəyir. Həqiqətən də insanlardan istəmək onların sənə qarşı olan qəzəbin artırır. Amma Allahdan istəyəndə Allah Taala sevinir. Uca Allahdan istənmə tərk olunanda Allah Taala qəzəblənir. Necə ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur, qul aləmlərin Rəbbi olan Allaha dua etməyi tərk edən zaman, istəməyən zaman ondan Allah Taala ona qəzəblənir. Əlbəttə ki, duanın qəbul olma vaxtları, qəbul olma yerləri və qəbul olma halları vardır. Duanın qəbul olma halları yaxşı olar ki, insan dua etməmişdən qabaq dəstəmazda olsun. Əlini qaldırıb Allaha dua etsin. İstədiyini Allahdan 3 dəfə istəsin. Dua etməyə başlamamışdan qabaq 10 dəfə Subhanallah, 10 dəfə Elhamdülillah, 10 dəfə Allahu Ekber desin. Ağzını təmizləsin, misvaklasın. Dua etməyə başlamamışdan qabaq ən birinci Allaha sığınsın şeytandan və onun şərrindən və onun vəsvəsələrindən. Sonra Rahman və Rahim olan Allahın adıyla başlasın. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim desin. Sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat desin. Vəssalatu vəssalamu alə əşrəfil ənbiyai vəl mürsəlin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Bu duaları oxusun. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, salavat deyilmədən edilən dua Allaha qalxmır. Bunlar duaların qəbul olma hallarıdır. Yerlər isə duaların qəbul olma məscidlər. İnsan məsciddə dua edən zaman onun duası daha tez qəbul olur. Səfərdə olan zaman, insan səfərdə dua etdikdə Allah yanında onun cavabı olur. Həc və ümrə ziyarətini edən zaman, Kəbəni tavaf edərkən, Səfa, Mərvə dağları arasında gedib gələrkən onun duası daha tez qəbul olur. Səcdədə olan zaman onun duası daha tez qəbul olur. Vaxtlar isə yağış yağarkən, gecənin axır 1/3, azanla iqamə arasında edilən dua, həmçinin cümə günü asr namazından sonra məğrib namazı günəş batana qədər edilən dualar qəbul olunur. Allah Resulü sallallahu aleyhi və səlləm bu hədisdə həmin o duanın qəbul olma vaxtlarının ikisini söyləyir. Kişi soruşur, ya Resulallah, hansı dua daha tez qəbul olur? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Cəvfül leylil axir, gecənin axır 1/3, yəni vasatın nisfil leyli ilə axiril leyl, yəni gecənin ortasından ta gecənin axırına qədər. Gecənin 3 qismə bölünüb hesablanması məğrib namazının vaxtından sübh namazının vaxtına qədərdir. Fərz edək ki, məğrib namazı, axşam namazı günəş batır saat 7-də, sübh namazı isə səhər saat 5-dədir. 7-dən 5-ə qədər hesablanır. Nə qədər vaxt edir? 10 saat. Həmin bu 10 saat bölünür 3 hissəyə. Saat 7-dən 10-a 11-ə qədər birinci hissədir. 10-11-dən saat 2-yə qədər ikinci hissədir. 2-dən isə 5-ə qədər üçüncü hissədir. Və o gecənin yarısından gecənin axırına qədər edilən hər bir dua daha tez qəbul olur. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə vəsf edir möminlər haqqında, əsl Allahın bəndələri haqqında Kənu qalilən minəl-leyli mə yəhcəun və bil-əshərihum yəstəğfirun. Sübh çağı onlar sübhə yaxın Allahdan bağışlanma istəyirlər. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Rəbbiniz olan Allah gecənin axır 1/3 dünya səmasına nazil olur. Hər gün Allah Taala özünə layiq, öz cəlalına layiq olan şəkildə
dünya səmasına nazil olur və deyir ki, mənə dua edən yoxmu, onun duasını qəbul edim. Məndən istəyən yoxmu, onun istədiyini verim. Məndən bağışlanma istəyən yoxmu, onu bağışlayım. Ən münasib vaxtlardır gecənin axır 3-də biri. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, fərz namazların axırında edilən dua. Fərz namazların axırında edilən dua, bura həmçinin nafilə namazlar da aiddir. İstər fərz namazlar olsun, istər nafilə namazlar olsun, onların axırında edilən dua qəbul olur. Namazın axırı dedikdə, yəni təşəhhüddən sonra salamdan qabaq edilən dua. Təşəhhüddən sonra salamdan qabaq edilən dua. İnsan namazın qılır, axırıncı rükətdə Ət-Təhiyyatü duasını oxuyur. Sonra Allahümmə salli duası, sonra Allahümmə bərik duası, sonra sünnədə gələn Peyğəmbər s.ə.v-in oxuduğu dua Allahümmə inni əuzubikə min əzəbəl qabr, min əzəbi cəhənnəm oxuyur və ondan sonra salam verib namaza bitirənə qədər nə qədər dua eləsə Allah Teala onun duasını qəbul edir. Öz dilində də dua edə bilər. Yəni duada şərt deyil ərəbcə olsun. Öz dilində də insan dua etsə Allah Subhanahu və Teala onun duasını qəbul edir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu iki vaxtı xüsusilə qeyd etdi. Gecənin axır 3-də biri. Buna dəlalət edən başqa hədislər də var. Az əvvəl oxuduğumuz Allah Subhanahu Taala'nın hər gecə dünya səmasına nazil olub və gecənin axırına qədər qalması hədisi. Həmçinin uca Allahın onların sübh çağı Allahdan bağışlanma istəmələri. Bütün bunlar göstərir ki, gecə dualar daha tez qəbul olur və bir də namazın sonunda. Peyğəmbər sallallahu aleyhi və səlləm namazın sonunda bizlərə dualar etməyi öyrədir. Məsələn, o dualardan biri Allahümməğfirli mə qəddəmtu və mə əxxartu və mə əsrartu və mə ə'ləntu. Allahım, mənim keçmiş günahlarımı və gələcək günahlarımı bağışla. Allahım, mənim aşkarda etdiyim və gizlində etdiyim günahlarımı bağışla. Və mə əntə ə'ləmu bihi minni və sənin bildiyin mənim etdiyim günahlarımı bağışla. Əntəl müqaddimu və əntəl müəxxiru la ilahə illə ənt. Əzəli də sənsən, əbədi də sənsən və səndən başqa ibadətə haqqı zatan məbud yoxdur. Bax, bu duanı etmə. Həmçinin Peyğəmbər s.ə.v öyrədir. Allahümmə ə'inni alə zikrikə və şükrikə və husnə ibadətikə. Allahım, səni zikr etməkdə, sənə şükür etməkdə və sənə gözəl şəkildə ibadət etməkdə mənə köməklik et. Həmçinin Peyğəmbər s.ə.v öyrədir. Allahümmə inni əuzubikə minəl buxul. Allahım, paxıllıqdan sənə sığınıram. Və əuzubikə minəl cubun. Allahım, qorxaqlıqdan sənə sığınıram. Və əuzubikə ən əruddə ilə ərzəlil umri və əuzubikə min fitnəli dünya və əuzubikə min əzəbəl qabr. Həmçinin insanların məni lağa qoymağından, lağlağaya salmağından və həmçinin sənə sığınıram dünyanın fitnəsindən və qəbir əzabından. Əbu Bakr As-Siddiq radiyallahu anhu günlərin bir günü Peyğəmbər s.ə.və soruşur, ya Rasul, mənə bir dua et, onu namazın axırında edim. Həmin bax, bu duaların qəbul olduğu namazın axırında Peyğəmbər s.ə.və deyir ki, de, Allahümmə inni zaləmtu nəfsi zulmən kəthira. Allahım, həqiqətən mən özümə çox zülm etdim. Və lə yəğfiru zunubə illə ənt. Günahları səndən başqa bağışlayan yoxdur. Özümə çox zülm etdim, yəni Allahım, mən çoxlu günahlar etdim. İnsanın özünə zülm etməsi, onun günahlar etməsi ilə olur. Və günahlar da Allahım səndən başqa bağışlayan yoxdur. Fəğfir li məğfirətəm min indikə vərhəmni innəkə entəl qafur rahim. Allahım, məni bağışla, öz yanında olan rəhmətinlə məni bağışla. Həqiqətən də sən günahları bağışlayansan və sən mərhəmətlisən. Bax, bu duaları insan etdiyi zaman aləmlərin Rəbbi olan Uca Allah onu daha tez bağışlayır, onun daha tez duaların qəbul edir. Allah Subhanahu Taala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabe olan qullarından etsin.